Değerli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Bugün sizə Abşeron rayonu Masazır qəsəbəsində möhtəşəm bir 4 otaqlı evimizin təqdimatındayım. Təqdimata dəhlizdən başladım. Ümumilikdə döşəmə istipoldan təchiz olunub, kürsülü evdir. Ümumilikdə 2 sot torpaq sahəsində evində küçəsi var, torpağında küçəsi var. Divar kağızları təmir çox möhtəşəmdir, şəxsi bir təmir kimidir dəyərli izləyicilərimiz. Burada yerləşir yataq otağından birincisi. Aynaların hər birisinin qarşısı açıqdır. Çox müştərilərimizin istədiyi nüanslar bu evdə var ki, izləmədə qalın, hər birisini sizə izah edəcəm. Yataq otaqları genişdir, baxın dəyərli izləyicilərimiz, hər birisi genişdir. 3 yataq otağı, sanitar qovşaq, qonaq otağı, mətbəxdən ibarətdir. Sanitar qovşağının ölçüləri genişdir. Burada yerləşir uşaqlar üçün nəzərdə tutulan yataq otağı. Bu hissədə qonaq otağı yerləşir, hörmətli izləyicilərimiz. Ölçüləri geniş və divar kağızları çox möhtəşəm, səliqəli şəkildə işlənilir və yaxşısındandır. Burada sol tərəfdə yerləşir, girişin sağ tərəfində mətbəx yerləşir ki, mətbəxdən də teras hissəsinə çıxışı var dəyərli izləyicilərimiz. Həyətyanı sahəsini göstərəcəm sizə. Baxın, bu makler evlər kimi deyil, yəni 2 avtomat deyil. Hər bir otaqları, kondisioner, paltaryon, hər bir avtomatlar ayrı-ayrıda yerləşdirir. Həyətyanı sahəsini göstərim sizə. 2 maşın rahat şəkildə daxil olur. Pult nəydarının jaluz qapısı, əl qapısı, həyətyanı sahəsi işıqlanması kimi hər birisi mövcuddur. Yəni, dediyim kimi, çox müştərilər ən əsas vaciblərdən də biri odur ki, həmişə gəlib deyirlər ki, evin həyətyanı sahəsinə pəncərə baxmasın, sağı solu açıq olsun. Bəli, həmən evdir. Heç bir pəncərə, digər qonşunun həyətidir. 7 metr məsafəsi, digər hissəsi boş, arxası boş, önü də təbii ki, yoldur. Yanına arxasında da keçmək üçün 1 metr yan hissəsindən məsafəsi var, 1 metr arxadan məsafə qorunub. Baxın, üz görünüşü bu cürlədir. Əlaqə nömrəmiz 051 635 17 97 nömrəmiz. Əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. 127 müstəqli qiymətli real müştərilərdən təbii ki, razılaşmaqda olacaq. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub, videoya bəyənməyi unutmayasınız.